Qısa faktlar üzərindən gedəsi olsaq, rəqibimiz kifayət qədər əzəmətli rəqib. Liqada bir qədər işləri yolunda getmir. Komanda 10-cu pillədədir. Düşünürəm ki, bu Qarabağlı oyun öncəsi göstərici sayıla bilməz. Onun meydanda olmaması bizə üstünlük yarada bilər, amma ev oyununda nəyəsə ümid edə bilərik. Qarabağ Bakıda bir çox rəqibləri büdrətməyi bacarıb. Hər vaxtın xeyir olsun Xanoğlan. Sözümlərin yeni buraxılışında yenidən səni xoş gördük. Necəsən? Şükür, salamatçılıq. Mən də səni və dəyərli Sport Info TV izləyicilərini salamlayıram. Sözümlərin yeni buraxılışında hər birinizi xoş gördük. Bildiyimiz kimi artıq 3-cü gün, yəni bu buraxılış da elə həmən gün gedəcək efirə. 3-cü gün izləyicilərimiz üçün təqdim olunacaq və həmən gün olmazsa olmazı Qarabağ-Newcastle oyunudur. Bütün diqqətlər orada olacaq. Bütün Türk dünyasının gözü həmən oyunda olacaq. Və elə bizim mövzulardan biri də əslində Qarabağ-Newcastle oyunu ilə bağlıdır. Xanoğlan, nə deyə bilərsən? Newcastle sınağı nə vəd edir? Öncə Püşkdən danışaq. Elə bir rəqiblərimiz vardı ki, PSG və Newcastle. Biz sevindik ki, Newcastle düşüb. Yəni əslində müqayisəsi aparası olsaq, hardasa Püşkdə şansımızın gətirdiğini deyə bilərik. Amma istənilən halda Newcastle da yenə çox güclü rəqibdir. İngiltərə, xüsusilə İngiltərə təmsilçiləri, yəni ilk 8-likdə olan 5 komandanın ingilislər olması artıq İngiltərə klublarının gücündən xəbər verir. Newcastle da kifayət qədər yaxşı rəqibdir və son illərdə də ən yaxşı dönəmlərini yaşayırlar. Məhz Eddie Howe'nin gəlişindən sonra 2021-ci ildən sonra bir yaxşı sürət yığıblar, uğurlu bir qrafik cızıblar. Bu ildə Çempionlar Liqasında liqa mərhələsini bir nəfəs arxada qoydular. Biz yəni son saniyələrə qədər Qarabağın ora düşməsini arzuladıq, gözlədik, 7-8 komandanın nəticələrini izlədik, amma Newcastle çox rahat şəkildə bir nəfəsə əsas mərhələyə, play-offa vəsiqə qazana bildi və özü də son oyunda, son Çempionlar Liqasının qalibi PSG-ni evdə büdrətdi, 1-1 hesablı nəticə qazandı. Qısa faktlar üzərindən gedəsi olsaq, rəqibimiz kifayət qədər əzəmətli rəqibdir. Elə məhz bu Çempionlar Liqasını dəyərləndirəsi olsaq, liqa mərhələsində hücum xətti 17 qol vurub, ilk 8-likdə qərarlaşır. Kifayət qədər yaxşı göstəricidir. Məhsuldarlığına görə 36 komanda arasında ilk 8-likdə qərarlaşır. Bir çox dünya nəhənglərini qabaqlayır. Müdafiə xətti kifayət qədər etibarlıdır. 8 oyundan 4-ündə ümumiyyətlə qol buraxmayıb komanda. Digər 4 görüşdə yalnız 7 qol buraxıb ki, bu da yalnız Arsenal'la müqayisədə geri qalır. Bilirik ki, liqa mərhələsini Arsenal lider kimi bitirdi və yalnız Arsenaldan geri qalır müqayisədə, amma digər rəqiblərini komanda müdafiəsinin etibarlılığına görə qabaqlayır. Bizə tanış rəqiblərlə oynayıb liqa mərhələsində. Bizə çox tanış rəqiblər, biz Qarabağ komandası qarşılaşdığı Benfica və Atletico Bilbao ilə üz-üzə gəlib liqa mərhələsində. Biz Benfica'nın səfərdə çətinliklə 3-2 hesabı ilə məğlub etmişiksə, Newcastle 3-0 hesablı çox rahat qələbə qazanıb. Biz Atletico Bilbao səfərdə məğlub olmuşuqsa, amma Newcastle 2-0 hesablı qələbə qazanıb səfərdə. Yəni hardan baxsaq, təbii ki, aşkar favorit Newcastle'dır. Çox yaxşı pressing etməyi bacarırlar elə 3-cü fazada, 3-cü zonada. Topu aldıqları anda sürətdəki hücumlara çıxmağı çox yaxşı şəkildə bacarırlar. Məsələn, son bizə düşən rəqiblərlə müqayisəsi edəsi olsaq, Liverpool oynadıq İngiltərədə. Yəni adlar üzərindən ola bilər Liverpool bu dəqiqə Newcastle-dan yaxşı olsun, heyətində Salah olsun, Ekitike olsun, bir çox futbolçulara, dünya ulduzlarını saya bilərik. Amma sırf kollektiv şəklində apardıqları mübarizə, göstərdikləri o sürət, tim, mən inanın ki, müqayisədə daha üstün sayaram Newcastle, hətta Liverpool-la müqayisədə. Chelsea ilə belə müqayisədə hazırda Newcastle daha yaxşı formada sayıram. Son 2 oyunda da komanda qələbə qazanıb. Ümumiyyətlə, çox müzakirə olunur. Bəzən Liverpool-la oyundan öncə də bu müzakirələr gedirdi ki, Liverpool son 5 oyunda qələbə qazana bilmir. Newcastle-da bir neçə oyun idi ardıcıl qələbələr qazana bilmirdi. Düşünürəm ki, bu Qarabağlı oyun öncəsi göstərici sayıla bilməz. Yəni Newcastle kimlə oyunda qələbə qazana bilmir? Biz Liverpool-la oyunda da qeyd etmişdik. Yəni İngiltərə nəhəngləri oynayır liqada. 3-2 uduzmağı və ya 1-2 uduzmağı, 1-1 bərabərliyə qalmağı bu heç də Newcastle-ın performansının aşağı olmasından xəbər vermir. Sadəcə orada rəqabət çox yüksəkdir. Liqada bir qədər işləri yolunda getmir.
Komanda 10-cu pillədədir. Amma ümumi düşünürəm ki, üstünlük birmənalı şəkildə Newcastle tərəfdədir. Favorit Newcastle-dır. Amma Qarabağın şanslarından danışası olsaq, məncə yeganə şansımız ev oyununda nəyəsə ümid edə bilərik. Yəni Qarabağ ev oyununda bir sürprizi gerçəkləşdirə bilər. Çünki hər nə qədər top klubu olsa da, heyətində ulduzlar çıxış etsə də, yəni Tonali'nin 75 milyon avro qiyməti var. Newcastle heyətində. Bir çox başqa futbolçular da var ki, Gordon var hücum xəttində, kifayət qədər çox yaxşı futbolçudur. Yəni ani buraxacağın kiçik boşluqları dəyərləndirə biləcək səviyyədə çapda futbolçulardır. Yəni Qarabağ bu baxımdan çox diqqətli olmalıdır. Amma 7-8 saatlıq yol gələcək Newcastle komandası Bakıya. Təbii ki, bu fiziki olaraq istənilən halda təsir edəcək. Yəni onlar da insandır da, hər halda robot deyillər. Onlara da təsir eləyəcək bu məqam. Digər tərəfdən doğma publika önündə çıxış eləyəcək. Düzdür, Newcastle üçün yəni daim azarkeşlər önündə oynayırlar, daim dolu tribunalar önündə oynayırlar, o problem deyil. Amma istənilən halda səfər meydanındasan, tribunanın 70-80% bir qədər də çox hətta deyək ki, Newcastle bunun təsiri olmasa da Qarabağın bir özgürlüyü gələcək. Bəli, Qarabağ ən azı psixoloji baxımından daha rahat meydanda özünü hiss edəcək, arxasında bir ordu olduğunu hiss edəcək. Azarkeşlərdən danışmışkən Newcastle-da kifayət qədər böyük sayda azarkeşi Bakıya qonaq gələcək, yəni komandanı dəstəkləyəcəklər burada. Digər məqam Newcastle-ın ən önəmli fiqurlarından biri Brunodur, Braziliya millisinin oyunçusu. Ağır zədə alıb, bud nahiyəsindən ağır zədə alıb və qarşıdakı 2 ay çıxış etməyəcək. Bunu hardasa Qarabağ üçün pozitiv kimi qiymətləndirmək olar ki, meydanda olmayacaq. Çox önəmli fiquru idi, çox böyük fərq yaradırdı meydanda. Onun meydanda olmaması bizə üstünlük yarada bilər. Amma dediyim kimi, yəni aşkar favorit açığı bir çox oyunlarda biz ümumiyyətlə Çempionlar Liqasının rəqibləri müqayisə edəndə mən hər zaman deyirəm ki, yəni elə bir rəqiblərimiz var ki, biz o rəqiblərin nəyini analiz edirik? Yəni hansı taktiki sxemdə çıxacaq, hansı futbol oynayacaq, Qarabağ üstünlük verə bilər. İstənilən halda bu rəqiblər Qarabağdan güclüdür. Yəni Qarabağ qələbə qazandığı oyunlarda da sadəcə sürpriz gerçəkləşdirib. Heç bir oyundan, məsələn Benfica-nın oyunundan qabaq inanmıram ki, ağlı başında olan adam, normal futbol adamı çıxıb desin ki, Qarabağ Benfica-nın səfərdə udacaqdı. Və ya Chelsea-lə oyundan öncə kimsə durub desin ki, biz Chelsea-ni məğlub eləyə bilərdik. Ancaq möcüzəyə ümid eləyə bilərik. Qarabağ Bakıda bir çox nümunələr var ki, təcrübə göstərir ki, bir çox rəqibləri büdrətməyi bacarıb. Düşünürəm ki, ən yaxşı halda biz Bakıda yaxşı nəticəyə ümid eləyə bilərik, amma ümumi cütün hesabında düşünürəm ki, bu yəni fantastik bir şey olar da. Qarabağ Newcastle da əgər Çempionlar Liqasına kənarlaşdıracaqsa, 8-1 final mərhələsinə vəsiqə qazanacaqsa, artıq bu dəhşətli bir şey olacaq. Bunun izaha bir ehtiyacı yoxdur. Bəli, mən də sənin bu fikrinlə razıyam. Əslində bayaqların Bruno'da misal çəkəndə ağlıma gəldi Frimpong məsələsi. Frimpong zədələndi, kim girdi ki onun yerinə? Yəni Bruno olmasa görə kimlər girməyəcək ki onun yerinə? Biz narahat idik ki, Frimpongla Elvin Cəfərquliyev üz-üzə qalır, çətin olacaq Elvinə. Zədələndi, erkən çıxdı, yenə Elvin Cəfərquliyevdən o aktivliyi görə bilmədi. Yəni problem Elvin Cəfərquliyevdə deyildi. Problem Newcastle futbolçularında idi ki, Liverpoolun üzr istəyirəm. Həmin oyunda təbii ki Liverpoolun indi qarşıda Newcastle-la oynadı. Yəni arada ciddi səviyyə fərqi var. Biz bu reallıqla barışmalıyıq. Gələk öz kiçik dünyamıza sənin sözünlə desək, Qarabağın problemləri nədir? Keçək Arazın butayına keçək. Qarabağın problemləri çoxdur. Bəli. Qarabağın problemləri çoxdur. Ən əsası biz dediyimiz kimi müqayisədə komanda geri qalır. Heyətinin keyfiyyətinə görə, belə deyək, futbolçuların sayına görə, yəni hansı aspektdən baxası olsaq 711 milyon avrodur Newcastle-ın heyətinin qiyməti. Yəni çox geri qalırıq. İstənilən pəncərədən baxası olsaq. Digər tərəfdən də daxildə son dövrlər Qarabağ ətrafında gedən proseslər mütləq ki Qarabağa psixoloji olaraq təsir edəcək. Bir Neftçi oyun ətrafında, Neftçinin oyunun təxirə salınması ətrafında çox bir gərginlik yarandı, ajotaj yarandı. Bax sözünə qüvvət bir şey demək istəyirəm. İmişli ilə oyunun təxirə düşməsi daha məntiqə uyğun deyildimi? Hansı ki, getdi Qubada nəyə nail oldu ki? Zahirən baxanda elədir, amma burada başqa məqam var da. Məsələn, İmişli ilə ayın 14-də oynayır komanda və Newcastle-la ilk ev oyunu ayın 18-idir. Arada komandanın bərpa olunması üçün zaman var. Yəni 14-də oyun bitdi, 15-i bərpa olunursan, komandanın 16-17 2 gün məşq etmək üçün bir imkanı var ki, 18-nə hazır olsun. Təbii ki, tam hazır olmayacaq, bu məsələyə də toxunacağıq. Qurban Qurbanovun da öz açıqlamaları var. Hardasa yəni bir
oyunla oyun arasında bir məsafə var ki, komanda özünü bərpa edə bilsin, hazırlaşa bilsin. Amma Cavab görüşü ilə Neftçi oyun arasındakı məsafə çox sıxdır. Yəni komanda təsəvvür et ki, ayın 21-i Neftçi ilə oynayır Bakıda. Yəni 21-i bitdi, axşam saatlarında oyun bitir. Komanda 22-si səfərə çıxmalıdır. Newcastle səfəri Liverpool'la səfərdən də uzaqdır. Bildiyim qədərilə Şotlandiya ilə sərhəddir, çox uzaqdır. Və 8-9 saatlıq yerləşmə, otel falan bunları hesablayanda elə günün yarısı demək olar ki, yəni yollarda keçəcək komandanın futbolçular üçün. 22-sini bitmiş saymaq olar. Biz ayın 22-sini də qoyuruq kənara. Və ayın 23-ü çıxırsan yalnız oyun öncəsi bir məşqə, yəni komandanın hətta TM2 oyun öncəsi məşqə belə fiziki gücü qalmayacaq. Yəni bu yüklənmənin qarşılığında. Yəni hər halda bunlar insandır da. Nəzərə alaq ki, hansı çempionatdan çıxsan, hansı çempionatın təmsilçisinə qarşı döyüşürsən. Və 24-ü Newcastle-la oyun. Faktiki olaraq, zaman olaraq komandanın bərpası üçün yarım gün belə yoxdur. Yəni çox sıx bir qrafikdir. Yəni bu baxımdan Qarabağa yəni anlayış göstərmək lazımdır. Qarabağın istəyini normal qarşılamaq lazımdır. Hə, məsələnin digər tərəfindən Neftçi istəmirsə oyun keçirilməlidir. Mən də buna normal baxıram. Neftçi də bir müstəqil klubdur, peşəkar klubdur. Komanda oynamaq istəyir. Tamam, komanda meydana çıxıb, Qarabağ meydana çıxıb oyunun oynamalıdır. Bu məsələnin peşəkar tərəfidir. Yəni burada Neftçi hər hansı qaydanı pozmur, hər hansı hüququ pozmur. Öz loyal hüquqlarını tələb eləyir ki, oynamaq istəyirəm. Yəni burada bir problem yoxdur. Biz əvvəlki verilişlərimizdə də demişik, yəni yaxın keçmişdə oxşar vəziyyət Neftçinin də başına gəlib ki, məsələn Beşiktaşla oyundan öncə Şamaxı yox, Kəpəz komandası Neftçiyə güzəştə getməmişdi. Rapidlə oyundan öncə də Şamaxı komandası Neftçiyə güzəştə etməmişdi. Yəni oxşar məqamlar Şamaxı ilə Rapid oyunu öncəsi Şamaxıdan oyunun yox, meydanın dəyişməsini istəmişdilər. Hətta meydanın dəyişməsi buna belə razılaşmamış. Dedi ki, yəni biz orada təbii yotda oynayacağıq. Gəlin Neftçidə oynayın. Yəni burada oynayaq. Yerləri dəyişək də. Yəni ev səfəri olmasın. Oyuncu komanda öyrəşsin. Ona Şamaxı komandası razılıq verməmişdi. Hətta buna belə razılıq verilməyib. Yəni gördüyü kimi Neftçinin yaxın keçmişdə başına gələn təcrübədir. Yəni bu baxımdan Neftçini qınamağın adı yoxdur və Qarabağda anlayışla qarşılayıram ki, yəni həqiqətən faktiki olaraq Qurbanovun əlində fürsət yoxdur ki, Newcastle-la cavab görüşünə hazırlaşsın. Burada məsələ təkdə mərhələni keçməkdən getmir ha. Bir çoxları düşünür ki, Qarabağ Neftçi ilə oyunu təxirə saldı. Newcastle keçəsi gücdə deyil. Güya Newcastle keçəcək. Burada məsələ Newcastle keçmək deyil. Play-off mərhələsindəsənsə ən azından layiqli mübarizə aparmalısan. Gəl razılaşaq ki, liqa mərhələsində hardasa böyük hesablı məğlubiyyət üzərindən keçmək olurdu, amma sırf play-off mərhələsində daha iri hesablı məğlubiyyət gözə batır. Çox gözə batır, həm də ki, yaraşmır. Yəni play-offa çıxan komanda üçün hardasa düzdür, Qarabağın yəni gücü ilə baxanda bura qədər gəlməsə belə böyük uğurlardır. Burada istənilən məğlubiyyət normal qarşılanır. Amma istənilən halda play-offda yəqin ki, komanda da istəmir ki, iri hesablı məğlubiyyət qeydə alınsın. Mənim sualım başqa idi. Mən məsələ Neftçidə deyildi, İmişli məsələsində idi. Nəyə görə gətirdim? Olmazdımı ki, Qarabağın oyunu İmişli ilə səfərdə yox, evdə oynasın, təbii yotda oynasın. Əslində bu oyun bir dəfə dəyişdirilib deyə, əslində məsələn daha əvvəlki oyun İmişlidə olmalı idi, bu oyun Bakıda olmalı idi. Qarabağ daha əvvəlki sıx qrafikdə İmişlidən xahiş edib Bakıda oynamışdı, bu oyun dəyişilmişdi ora. Yenidən dəyişdirilməsi əslində ola biləcək bir şeydir. İmişlidən bəlkə də xahiş etmək olardı, amma Qurbanovun özü də dedi ki, Neftçi ətrafında istəyimiz o qədər böyük ajotaj yarandı, o boyda təzyiq olundu ki, artıq biz digər xahişlərimizi belə deyək də, yəni atdıq arxa plana. Məcburən gedib oynamalı olduq. Elə İmişli ilə oyun da komandanın gücünü çoxaldı və problemlərdən danışmışkən sanki deyir, problem gələndə Batmanla gəlir, o dərd gələndə Batmanla gəlir, Qarabağın üzərinə Batmanla gəlir. Şamaxı ilə birinci oyun dumana düşdü, komanda əziyyət çəkdi kubokda. Ardınca ikinci oyun qarlı şaxtalı hava, futbolçular dəhşətli dərəcədə əziyyət çəkdilər və nəzərə alaq ki, start heyəti meydanda idi həmin oyunda, Şamaxı ilə oyunda. Ardınca İmişliyə getdilər, İmişli stadionu ilə bağlı ev oyunlarını Qubada keçirir. Təbii ki, Quba Olimpiya kompleksinin meydançasından danışırıq biz. Bərbad vəziyyətdədir, çox bərbad vəziyyət. Bugün heç birinci liqanın bir çox klubları o meydandan, o şəraitdən istifadə etmir. Yəni, komanda güc itirdi və oyundan sonra da Qurbanovun çox sərt açıqlamaları oldu, çox sərt mesajları oldu. Əslində Qurbanovun da mesajları ünvanlı idi. Çünki Neftçi ilə oyunun təxirə salınmasını istəyəndə Qarabağın üzərinə çox gedildi ki, Avrokuboklardasansa necə məsələn Newcastle sıx qrafikdə oynayır, İspaniya klubu necə sıx qrafikdə oynayır, Qarabağda uyğunlaşmalıdır, alışmalıdır sıx qrafikdə oynamağa, artıq öyrəşməlidir. Belə bir təzyiq vardı Qarabağın üzərinə. Biz onda da deyirdik ki, yəni Qarabağla İngilis klubunu, İspaniya klubunu müqayisə etmək doğru deyil.
və Qurban Qurbanov Qubada bir misal çəkdi ki, İspaniyada 2 oyun təxirə salınıb meydanın örtüyü ilə bağlı. Əslində ünvana yönləndirilmiş və həmin o iddiamlarla Qarabağın üzərinə gedənlər ki var idi, İngilis klubları, İspan klubları necə sıx qrafikdə oynayır, Qarabağda oynasın. Məhz onlara tuşlanmışdı ki, əgər elədirsə, biz İngilis, İspan klubları ilə ayaqlaşıb sıx qrafikdə oynamalıyıqsa, İspaniyada, İngiltərədə, məsələn, Newcastle-a, tutaq ki, Atletico Bilbao təqdim olunan o şəraiti bizə də təqdim eləyin, yaxşı. O təbii meydanları, o möhtəşəm meydançaları bizə də təqdim eləyin. Məsələn, İspaniyada əminəm ki, həmin o təxirə salınan oyunların keçiriləcəyi stadionlar İmişli stadionundan dəfələrlə ən üst səviyyədədir də. Bəlkə də Azərbaycanda elə stadion yoxdur, amma şərtləri, tələbləri qarşılamır deyə təxirə salınır. Qurban Qurbanov da onu deməyə çalışır ki, bizə əgər məsləhət görürsünüzsə, biz İspanlarla, İngilislərlə ayaqlaşıb eyni qrafikdə oynayaq, o zaman İmişli ilə oyun təxirə salınsın. Elə meydanda oyun keçirilməsin ümumiyyətlə. Və ya o rəqiblərə təqdim olunan o xalça meydanlar bizim də qabağımıza sərilsin. Əslində bu cavabları verməyə çalışırdı Qurban Qurbanov. Kifayət qədər düşünürəm ki, haqlı arqumentlərdir. Razıyam hardasa fikrindən, amma belə bir şey deyək də, onsuz da hər iki komanda, yəni Qarabağ məlum səbəblərdən neçə ildir Bakıda zaten oynayır, amma olmazdı ki, elə İmişli zaten Qubada oynayır da, yəni bəlkə də İmişli Bakı arasındakı məsafə Quba arasındakı məsafədən daha azdır. Elə gəlib Bakıda oynaya bilərdi, təbii otda, gözəl bir otda. İmişli onsuz məşqlərini də Bakıda edir. Sadəcə dediyim kimi yeni söz-söhbətlərə yol açılmış olacaqdı. Yəni Qarabağ üzərinə yenidən təzyiq edəcəkdi ki, Qarabağ nə istəyir, yerinə yetirir, hansı tələbləri istənilir, yerinə yetirir. Əslində bir yandan Qarabağ başa düşülməlidir. Yəni Qarabağ bəli deyirik, klub olaraq uğur qazanır, öz adına uğur qazanır. Yəni öz büdcəsinə gəlir o milyonlar, amma digər aspektdən baxanda Qarabağın qazandığı reytinq xalları bizim digər klublarımızın da faydasına çatır. Çünki ölkənin reytinq xalı qalxır. Digər tərəfdən bu il Çempionlar Liqasında vəsqə qazandığı üçün klublarımızın hər birinə 1,5 milyon manat təxminən pul köçəcək Çempionlar Liqasının. Onda digər klublar, digər Premyer Liqa klubları o puldan imtina etsinlər. Desinlər Qarabağa görə gələn pul bizə lazım deyil. Hansısa biri imtina eləyəcək. Bu günlər bir çox klublar gözünü tikib həmin pula. Bəli. Bir çox klublar gözünü tikib ki, Qarabağa görə gələcək pulla, nə bilim, borclarını bağlasınlar, futbolçularına verəcək mükafatları versinlər, gələn mövsüm üçün hazırlıq qursunlar. Necə o? Belə olanda yaxşı olur. Bu tərəfdən baxanda amma deyirik ki, ancaq Qarabağ tək özü döysün. Bu da ədalətli deyil də. Ümid edək ki, o növbəti sürprizlərdən biri yenə Newcastle-la Bakıdakı oyunda gerçəkləşəcək və Qarabağ yaxşı nəticəsi ilə hamımızı sevindirmiş olacaq. Bu ağır oyunda Qarabağ uğurlar arzulayırıq və sonda dəyərli izləyicilərimizə də səslənirəm ki, onlar da öz fikirlərini şərh bölümündə bildirsinlər. Qarabağdan gözləntiləri nədən ibarətdir? Qarabağ bu oyunda nəyə nail ola bilər? Newcastle-la Bakıdakı maçda şərh bölümündə mütləq fikirlərinizi bizimlə bölüşün.